Ermənistan müharibəyə hazırlaşmır, çünki müharibə olmayacaq. Ermənistan və Azərbaycan arasında sülh qurulub və sülhdən daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ordunun yaranmasının il dönümü ilə bağlı müraciətində bildirib. Hərbi qulluqçuların pul təminatının artırıldığını, sosial müavinətlərin genişləndirilməsini, eləcə də müasir hərbi texnikanın alınmasını qeyd edən Paşinyan vurğulayıb ki, ordunun əsas vəzifəsi ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsidir. Baş nazir əlavə edib ki, əvvəllər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər. Çünki onlar silahların Ermənistandan kənarda yerləşdiriləcəyinə və ya kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının nəzarətinə keçməsindən ehtiyat edirdilər. Bu fonda Ermənistan parlamentinin sədri Alen Simonyan da açıqlama verib. Bu gün silahlı qüvvələri sülhün qorunmasının, dövlətçiliyin möhkəmləndirilməsinin və cəmiyyətin inkişafının əsas dayağı kimi görürük, deyə Simonyan bildirib.